Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanlarına bu sual tipləri çox salınır, hansı ki şagirdlər çox vaxt itkisi edirlər. Qısa həlləri var. Gəlin şərtlə tanış olaq. Sükunət vəziyyətindən x oxu boyunca hərəkət edən cismin koordinatının zamanda hansılıq qrafiki verilmişdir? Parabola. A və B nöqtələrinə uyğun anlarda cismin malik olduğu təcirlərin modullar arasında hansı münasibət doğrudur? Əgər ki, koordinatın zamanda hansılıq qrafiki parabol olarsa, hərəkət bərabər təcirlər hərəkətdir. Adından da görünür. Bərabər təcirlər hərəkətdə təcir nə olacaq? Bərabər olacaq, yəni sabit olacaq. Eyni qrafik üzərində olduğundan, burada A və B nöqtələrimiz, onların təcirləri bir-birinə bərabər olacaq. Yəni A bərabər olacaq A B-yə. Cavab B bəndi olacaq. İkincidə isə sürətin x oxucuya proyeksiyasının zamanda hansılıq qrafiki verilmişdir. Bu zaman, əgər sürətin x oxucuya proyeksiyası zamandan xətti asılı, yəni düz asılıdırsa, bu zaman yenə hərəkət bərabər təcirlər hərəkətdir. Fikir verin, gördüyünüz kimi V-dən düz asılıdır. Və buradakı hər bir nöqtə eyni qrafik üzərində olduğundan onların təcirləri yenə bir-birinə bərabər olacaq. A1 bərabər A2, o da bərabər olacaq A3-ə. Baxın, B bəndində doğru cavab verilmişdir. 3-də də eyni ilə düz asılılıq verilmişdir və burada da hər 3 nöqtənin təcirləri bir-birinə bərabər olacaq. D bəndi doğru olmuş olacaq.